Salam, hoş gördük her birinizi. Bugünlerim sizinle çok güzel, çok muhteşem kurabiye evin hazırlanmasını çekip paylaşacağım. Hazırlamaya geçmeden önce kanalıma desteği için abone olup videolarımı beğenmişsinizsə beğenme butonuna dokunarak like edebilirsiniz. Ve videolarımı sonradan izlemiş olsanız mənə qat-qat destek olmuş olarsınız. Sizlerin her birinizin desteği benim için çok önemlidir. Əminəm ki, sizler de dəstəyinizi əsirgəməyəcəksiniz. İndi isə keçək hazırlanma qaydasına. Hazırlamaq üçün xəmir yoğuracağım. Qabın içərisinə 1 ədəd yumurta, 1 stəkandan 2 barmaq aşağı şəkər tozu, 1 stəkandan 2 barmaq aşağı doşab, yəni bəkməz əlavə edilib və 100 qram da çörək yağını əlavə etdikdən sonra mikserlə yaxşı qarışdırmağa başlayıram. Videonun açıqlama qisminə resepti və dəqiq ölçülərini qeyd edəcəm. Yaxşı qarışdırıb bitirdikdən sonra mikseri dayandırıram və 3 stəkan unu hissə əlavə edib xəmirimi yaxşı yoğuracağam. Unu əlavə etdikdən sonra 1 yemək qaşığı üyüdülmüş darçın tozu əlavə edib, yarım bağlama qabartma tozu, 1 bağlama da şəkərli vanil əlavə etdikdən sonra öncə spatula ilə qarışdırıb daha sonra isə əlimlə xəmirimi yoğuracağam. Üç stəkandan başqa yarım stəkan da un əlavə etdim mən. Gördüyünüz bu qatılıqda xəmirimi yoğururam. Xəmir bu qatılıqda alınır. Yəni ələ yapışmandan heç narahat olmayın. Xəmirimizi hazırlayıb streç klonkaya bükdükdən sonra bir gün soyuducunun buzluğunda gözlətmək lazımdır. Əgər yox sizin vaxtınız yoxdursa, çalışın ki 2-3 saat soyuducunun buzluğunda xəmiri dinləndirin. Gördüyünüz kimi xəmirimiz çox gözəl alınıbdır. İndi isə xəmirimi streç klonkaya büküb soyuducunun buzluğunda dinləndirəcəm. Xəmirimi soyuducunun buzluğunda gözlətdikdən sonra çıxarıb kündələrə ayırıb yaymağa başlayıram. Qeyd edim ki, xəmiri mütləq şəkildə yağlı kağızın üzərində yaymaq lazımdır ki, xəmirimiz yapışa bilər. Bunun üçün yağlı kağızdan istifadə etmək lazımdır. Xəmirimizi geniş və nazik şəkildə yayacağam. Xəmirimi geniş ölçüdə yaydıqdan sonra üzərini kəsdiyim formalı kardonları yerləşdirib xəmirimi o formada kənarlarında qalan artıq xəmirləri kəsib götürəcəm. Gördüyünüz kimi belə bir kartonları kəsmişəm. İndi isə xəmirin üzərinə yerləşdirib kənar hissələrini kəsməyə başlayıram. Pəncərə olan hissələrində ortasında qalan xəmirləri kəsib çıxardacağam. Kənarında olan artıq xəmirləri çıxardıqdan sonra üzərində olan kardonu ehtiyatlı şəkildə götürüb öncədən isidiyim 200 dərəcəli sobada 15 dəqiqə müddətincə bişirəcəm. Qeyd edim ki, bişmə müddəti və dərəcəsi sobadan sobaya dəyişir. Yağlı kağızın üzərində olan xəmiri sürüyərək soba listinin içərisinə çox rahatlıqla gördüyünüz kimi yerləşdirib bişməyə göndərirəm. Artıq korcumuzun biri bişibdir. Gördüyünüz kimi indi isti olduğu için biraz yumuşaqdır. Soyduqdan sonra bərkiməyə başlayacaq. Yəni korcular bişdikdən sonra mütləq şəkildə düz yerə yerləşdirmək lazımdır ki, yəni düz qalsın. Yəni əyri yerdə olarsa əyilə bilər. Və bu qaydada davam edirəm. Evimizin digər hissələrini də hazırlayıb bişirməyə başlayıram.
Evin digər hissələrini də hazırlayıb bişirdikdən sonra bitişdirmək üçün, yəni evimizi bitişdirmək üçün krem hazırlayacağam. Krem hazırlayacağım qabın içərisinə 1 ədəd yumurtanın ağı, 250 qram pudra şəkəri əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırmağa başlayıram. Şəkər pudrası ilə yumurta ağı qarışdıqdan sonra 1 yemək qaşığı limon şirəsi əlavə edib təkrar mikserlə yaxşı-yaxşı qarışdırıram. Kremimiz artıq hazırdır. Gördüyünüz kimi çox gözəl bir krem alındı. Sizin kreminiz daha duru olarsa biraz daha şəkər pudrası əlavə edə bilərsiniz. Yox, əgər daha qatı olubsa, yəni biraz daha su əlavə edib yaxşı-yaxşı qarışdırıb biraz durulaşdıra bilərsiniz. Qeyd edim ki, bu hazırladığım krem hər hansısa bir krem kimi deyil, yəni ki, yumşaq qalmır. Sadəcə kurabiyələri bir-birinə yapışdırmaq üçün, kurabiyələrin üzərini bəzəmək üçün olan bir kremdir. Hazırladığımız kremi krem torbasına əlavə etdikdən sonra korjlarımızın kənar hissələrinə bu qaydada xətt çəkərək başdan sona dək evin hissələrini bir-birinə bitişdirəcəm. Kaşık oldu. Evin bütün parçalarını bir-birinə bitişdirdikdən sonra qalan kremlə də evin üstünə zövqə görə istədiyimiz kimi bəzəyə bilərik. Yəni krem, qalıcı krem quruyub, qalıcı krem olduğu üçün çox gözəl, möhtəşəm bir görünüş əldə edir. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Uşaqlarınızla əylənərək hazırlaya biləcəiniz çox gözəl bir ev kurabiyəsidir. Mütləq şəkildə hazırlayın. Mən hazırlayarkən inanın ki, uşaqlar o qədər sevinirdi. Çox əylənərək hazırladıq biz bu kurabiyə evi. Və budur, bizim kurabiyə evimiz artıq hazırdır. Çox gözəl, çox möhtəşəm bir kurabiyə ev alındı. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Yəni kurabiyə evin dağılmağından heç narahat olmayın. Üzərində olan yapışdırıcı krem sayəsində evimizi istədiyimiz formada, istədiyiniz yerə yerləşdirə bilərsiniz. Heç narahat olmayın, dağılmayacaqdır. Yəni hazırlayan hər kəsə nuş olsun deyirəm və kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub, videolarımı bəyənmisinizsə, bəyənmə butonuna toxunaraq like edə bilərsiniz. Və mənə ən böyük dəstəyiniz videolarımı sonacan izləməyiniz olar. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.